Çoxlar da niyə namaz qılmaq istəmir? Bəzi adamlar var ki, fikirləşir ki, deyir ki, bəs Allahın bizə ehtiyacı var da, astağfurullah, haşa. Allahın bizə ehtiyacı var da, ona görə Allah bizdən namaz qılmağımızı istəyir. Allah ona görə edir, belə edir. Belə sözlər istifadə edirlər və deyirlər ki, biz qılmırıq, Allahın bizə ehtiyacı var, astağfurullah, haşa. Allahı belə küçük, balaca görürlər, haşa, astağfurullah. Deməli, dəyərli müsəlmanlar, dəyərli qardaşlar, dəyərli insanlar, dəyərli izləyicilər. Allah Teala'nın bizə heç bir ehtiyacı yoxdur. Allah Teala fikirləş ki, bütün dünyanı, bütün kainatı yaradıb. Allah Teala'nın bizə necə ehtiyac ola bilər ki? Allah Teala'nın bizə heç bir ehtiyacı yoxdur. Sadəcə olaraq bizim Allah'a ehtiyacımız var. Bizim namaza ehtiyacımız var. Bizim Qur'ana, bizim xeyir işlər görməyə, bizim zəkat verməyimizə, bizim oruç tutmamızın bizim ehtiyacımız var. Allah Teala'nın bizim nə orucumuza, nə namazımıza, nə heç bir şeyimizə Allah Teala'nın bizə heç bir şeyimizə ehtiyacı yoxdur. Bizim Allah'a ehtiyacımız var. Bizim Qur'ana, bizim dinə, imana ehtiyacımız var. Sabahsı üçün sən sabaha fikirləş ki, sən Allah Teala'nın qabağında imtahan dünyasında sən şey verəsən, haqq hesab günü olacaq, hesab verəsən Allah Teala'ya. Ki, filan şeylər gördüm. Bütün hamının nə əməl etmişsənsə sənin dəftərində yazılıb. Hər kəsin dəftəri, əməl dəftəri var. Hər kəsin əməl dəftəri var. Hər kəs yaxşı, pis, əməl, hər şey o kitabda yazılır. Deyir, o kəslə deyir, kitabı deyir, sağ əlindən verilənlər deyir, sol əlindən veriləcək deyir, arxalarından veriləcək deyir, kitabların bəzilərinin deyir. Yəni, belə şeylər var. Dəyərli müsəlmanlar, dəyərli qardaşlar. Allahın bizə heç bir ehtiyacı yoxdur. Sən bugün namaz qıldın, qılmadın, Allahın ona heç bir ehtiyacı yoxdur. Sənin ehtiyacın var. Allah Teala sadəcə sənə əmr edir. Allah səni yaradıbsa, sən ona ibadət eləməlisən. Allah rızası üçün. Allaha ibadət eləməlisən. Allaha sən qarşı durmalı deyilsən. Sən Allah Teala'nın yolunu saxlamalısan. Günahlardan çalışdığın qədər uzaq durmalısan. Bəli, günahlardan çəkinmək çətin olsa da onu eləməlisən.